İndi isə təqdim edəcəyimiz qanun pozucularını cəmiyyətin ən zərərli insanları adlandırmaq yerinə düşərdi. Öz həyatları ilə yanaşı digərlərinin də həyatını zəhərləyənlər. Söhbət narkotik aludəçilər və realizəsi ilə məşğul olanlardan gedir. Sabunçu rayon polis idarəsinin əməkdaşları küllü miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəyə daxil olmasının qarşısını alır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz satışı ilə məşğul olan 7 nəfər saxlanılır. Bağırova Ramilə Miralxas qızı, kürəkəni Azər Bağırov və qeyri-rəsmi nikahda yaşayan Habil Babayev ilə birlikdə narkotik vasitə olan küllü miqdarda heyrani realizə edən zaman Maşlağa qəsəbəsi Tavalik yaşayış massivində saxlanılmış. Aparılmış ilkin araşdırmaların nəticəsində Ramilə Bağırovanın və digərlərinin narkotik vasitələri əldə etdiyi mənbələr aşkarlanıb. Məlum olub ki, Ramilə Bağırova və digərləri narkotik vasitəni Məmmədağa Səfərovdan əldə ediblər. Məmmədağa Səfərov Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən növbəti alış-veriş zamanı ələ keçirilib. Beləcə zəncirvarı alış-veriş nəticəsində Ramal Hüseynov, həyat yoldaşı İradə Ağayeva və Telman Səfərəliyev polis əməkdaşları tərəfindən yaxalanıb və istintaq orqanlarına təhvil verilib. Ramal gəlirdi oğlumun yanına. Pul verirdi, gedirdim, alırdım, vururdular bir yerdə. Sonra belə oldu ki, Ramal gəldi ki, bibi görürəm, əziyyət çəkirsən. Gəl hələ, gedim, götürüm, verim sənə. Həm İsmail üçün olsun, həm sənin çörək pulun olsun, həm mənim çörək pulum olsun. O axırın səfər mənə zəng elədi ki, bəs oğlum mənim pis vəziyyətdədir, onun oğlu özüdən istifadəsidir. Pis vəziyyətdədir, nə bilim, nə ora-bura qurban mal varsa gətirir, nə ora-bura. Mənim də özümdə var idi mal. Onun işini aparanda polisçilər həyətdən çıxdılar, məni tutdular. Saxlanılan şəxslər bir-birlərini qismən tanısalar da, Habil Babayev yalnız Ramilə Bağırovanın tanıdığını bildirib. Ulan heç kimi tanımırdım, bir də arvadı tanıyırdım. Ramiləni. Getdim onunla mal almaya. Getdim, aldım, verdim tutlarına. Faktla bağlı Sabunçu rayon polis idarəsində cinayət işi açılıb, araşdırmalar davam edir. Sumqayıtda narkotik maddə istifadəçisi ələ keçdi. Sumqayıt şəhər polis idarəsinə narkotiklərin satışı ilə məşğul olan şəxs barədə əməliyyat məlumatı daxil olub. Narkotiklərlə mübarizə bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini 30 yaşlı İbrahim Abdullayev isti izlərlə yaxalanıb. Onun üzərinə baxış keçirilən zaman gödəkçəsinin cibindən tiryək aşkarlanaraq götürülüb. Bundan sonra polis onun yaşadığı mənzilə də baxış keçirib. Yaşadığı evin həyətində, quş damında gizlətdiyi və saxladığı 457 qram narkotik vasitə olan quru halda marihuana aşkar edilərək götürülmüşdür. Faktla bağlı Sumqayıt şəhər polis idarəsi tərəfindən Cinayət Məcəlləsinin 234 narkotik maddələrin qanunsuz saxlanılması maddəsi ilə cinayət işi başlanıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Hazırda əməliyyat axtarış tədbirləri davam etdirilir. Lazımlı əməliyyat tapşırıqları verilmişdir. Onun dəqiq hansı şəxsin alması və hansı niyyətini əldə etməsi halları araşdırılır. Qeyd edək ki, saxlanılan İbrahim Abdullayev əvvəllər də eyni əmələ görə məhkumluq həyatı yaşayıb. Səbail rayon ərazisində üzərində küllü miqdarda narkotik maddə aşkarlanan şəxs saxlanılıb. Yasama rayon sakini 28 yaşlı Nərman Məmmədov Səbail rayon Nizami küçəsi 12 saylı binanın qarşısında şübhəli bilinərək polis əməkdaşları tərəfindən yaxalanıb. Onun üzərinə baxış keçirilən zaman ondan narkotik vasitə hesab olunan heroin aşkarlanaraq götürülüb. Təqsirlənilən şəxs Məmmədov Nərmanın dediyi ifadəsinə görə həmin narkotik vasitəni Bakı şəhəri Kubinka deyilən ərazidə Elvin adlı şəxsdən almışdır. Lakin Elvin adlı şəxsin şəxsiyyətini müəyyən etmək hələ mümkün olmamışdır. Bu barədə əməliyyat axtarış tədbirləri davam etdirilir. İlkin istintaq ifadəsində Nərman Məmmədov özünün də narkotik maddə istifadəçisi olduğunu deyib. Saxlanılan şəxs narkotik maddənin qanunsuz satışı ilə məşğul olduğu üçün əvvəllərdə məhkum olunub. Heç məhəllədən keçirdim narkotiklə. Polis əməkdaşları yaxınlaşdı. Apardılar bölməyə, üzərimə baxış keçirdilər. Kimdən almışlar narkotiki? Mənim bir uşağı var, tanımıram eviniz adını belə. Adını bilirəm.
Səbail rayon polis idarəsi əməkdaşlarının daha bir əməliyyatı zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Bu, paytaxt sakini 43 yaşlı Vadim Balakirovdur. O, fevral ayının 4-də el arasında Papanin kimi tanınan yaşayış massivində şəxsiyyəti istintaqa məlum olmayan Ədalət adlı şəxsdən narkotik maddə sayılan heroin alıb. 5 fevral 2013-cü il tarixdə Səbail rayon polis idarəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Balakirov Vadim Aleksandroviç saxlanılmış və onun üzərində baxış keçirilərkən şalvarının son yal cibinə çəkisi narkotik vasitə hesab edilən heroin aşkar edilmişdi və həmin maddənin çəkisi 0,232 qramdır. Həmin narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış. Saxlanılan Vadim Balakirov ilkin istintaqa verdiyi ifadəsində qanunsuz yolda əldə etdiyi narkotik maddəni şəxsi istifadəsi üçün aldığını bildirib. Hazırda narkotik maddənin satışı ilə məşğul olan Ədalət adlı şəxsin axtarışları davam edir. Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 234 narkotik maddələrin qanunsuz dövriyyəsi maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam edir. Saatlıda narkotik maddə alverçiləri ələ keçib. Saatlı rayon polis şöbəsinin keçirdiyi əməliyyat axtarış tədbirləri zamanı külli miqdarda narkotik vasitə olan marixuana aşkar edilərək müsadirə olunub. Rayonun Mircəlal kənd sakini Mirəli Kazımov narkotik maddəni satarkən polis tərəfindən yaxalanıb. Saatlı rayon polis şöbəsinin narkotik maddənin mənbəyini aşkarlamaq istiqamətində apardığı araşdırmalar onların zəncirvari narkotik maddə alverçilərini ələ keçirməsi ilə nəticələnib. Beləcə, rayonun Qaranuru kənd sakini Mürvətəli Əliyev, həmkətlisi Elnur Nəciyev, narkotik maddələrin satışı və sonuncu Cəlaləddin Nərimanov narkotik maddələrin qanunsuz becərilməsi və satışı ilə məşğul olduğuna görə polis tərəfindən saxlanılıb. Cəlaləddin Nərimanov ifadəsi yerində yoxlanılarkən həmin narkotik vasitəni çöllük sahədə, özəl torpaq sahəsində əkdiyi yeri göstərmiş və kolluq sahədə gizlətdiyi, salafan blokda gizlətdiyi qurudulmuş marixuananı istintaqa təqdim etmişdir. Faktla bağlı Saatlı rayon polis şöbəsinin istintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2 maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır. Saatlı polisi narkotik maddələrin qanunsuz dövrəsi ilə bağlı daha bir uğurlu əməliyyat həyata keçirib. Salyan rayon sakini 42 yaşlı Rövşən Həsənov Saatlı rayonunda avtomobili sənədsiz idarə etdiyinə görə polis şöbəsinə dəvət olunub, onun avtomobilinə baxış keçirilib. Baxış zamanı avtomaşının özü sürücü tərəfdən rezinin altından bir ədəd, bir tam içərisində narkotik vasitə olan tiryək aşkar edilmiş 1,8 qram narkotik vasitə və eləcə də gödəksəsinin cibindən 1,140 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüş. Rövşən Həsənov isə Saatlıda birinci dəfə olduğunu və bura bir qadın tərəfindən dəvət olunduğunu bildirib. Narkotik maddəni isə maşına həmin qadın tərəfindən atıldığını iddia edir. Deməli, bir qadın tərəfindən mən Saatlıya ilk şəfəti gəlirəm, çağırılmışam. Gəlmişəm bura, mən bura gələndə, mən burada stolda oturub çörək yiyəndə, yəni o qadın artıq burada mənə cavab vermədi. Burada mən maşından belə bir şeylər Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam edir. İtkin düşən və 50 gündən sonra meyidi tapılan gənclə bağlı müxtəlif versiyalar. Sabirabadda ağılla sığmaz ailə faciəsi. Səsimi eşidirsən, səsimə səsi. 39 yaşlı ata 4 yaşlı oğlu ilə birlikdə yoxa çıxdı. Ay cəmaət, nəsə bir nişanəsini bilirsə bizə deyin. İsti izlər hadisələrin izindədir. İzimizi itirməyin.